Biz bu yaxında Sumqayıt Musiqi Kolleci, Şəhid Abdullah balamızın və onun simasında bütün şəhid oğulları, qardaşlarımıza həsr olmuş tədbir keçirdik və daima o tədbirləri biz keçiririk. Yəni bir tədris müəssisəsi olaraq biz yalnız təlim və tədrislə məşğul olmamalıyıq. Biz bu gələcək nəsli yetişdiririk və daima bir tədris müəssisələri daima bizim bu şəhidləri yad eləməlidir. Yad eləməlidir ki, onlar kimi vicdanlı, vətəni sevən, ailəsini, vətəni, xalqını sevən oğullar yetişsin, qızlar yetişsin. Allah Abdullah qardaşımıza, oğlumuza və bütün şəhidlərimizə rəhmət eləsin. Məkanı cənnət olsun, həmişə gül çiçək içində, nur içində yatsın. Allah sizə səbir versin. Xanım söylədiyi kimi bizim balalarımızdır, bizim qardaşlarımızdır, bizim doğmalarımızdır. Bizim vətən daha belə bir müharibə görməsin. Həmişə çiçəklənsin və biz həmişə unutmayaq, o günləri unutmayaq ki, bir daha bizim başımıza belə oyunlar gətirməsinlər. Analarımızın gözü yaşlı qalmasın, atalarımızın qəlbi parçalanmasın. Allah rəhmət eləsin, Allah sizə səbir versin. Mən təşəkkür edirəm ki, bizi tanıdınız, bizi çağırdınız. Mən də bizim bir borcumuz, biz borcumuzu necə verə bilərik? Biz daima yad eləməliyik, unutmamalıyıq. Sağ olun.